belə bir suallar gəlir qadın xəyalıqlarından. Əgər qadında sistit oldusa, bu kimə ilk növbədə getməlidir? Ginekoloqa ya uroloqa? Azərbaycanda belə bir şeylə rastlaşmışam ki, çox vaxtı qadınlar ginekoloqa gedir ilk növbədə. Deyə bilmərəm ki, bu düzgün məsələ deyil tamamilə. Çünki cinsi yollar və sidik yolları bir-birindən çox yaxın məsafədə yerləşir və bəzən cinsi yollarda olan problem, iltihab sidik yollarının simptomlarını imitasiya edə bilər. Hətta bəzi hallarda uroloji şikayətlər hansısa cinsi yolların problemini imitasiya edə bilər. Tutalım, sizdə kəskin bir sistit yarandısa hansısa gün və siz uroloqa gedə bilmirsiniz həmin gün, əlbəttə ki, ginekoloqa getsəniz ilk növbədə bu daha yaxşıdır, nəinki heç kimin yanına getməmək. Çünki heç olmasa ən azından ginekoloq sizə CD analizi tövsiyə edəcək, UZI tövsiyə edəcək. Yəni ki, siz uroloqa gedib çıxana kimi heç olmasa sizdə müəyyən müayinələr olunacaq və diaqnoz dəqiqləşdiriləcək. Amma son olaraq kəskin sistitin müalicəsini əlbəttə ki, uroloq yazmalıdır. Çünki orada çox xüsusiyyətləri var. Var kəskin sistit, var xronik sistit. Xronik sistitin bir neçə variantları var və bunların hamısı ciddi yanaşma tələb edir. Bütün həkimlər CD-nin ümumi analizi xəstəyə verdirir və elə tək bu analizlə sistiti müalicə edir. Bu da tamamilə düz deyil. Çünki burada bəzi faktorlardan asılıdır. Birincisi, əgər xəstənin şikayətləri dözülən bir şikayətlərdirsə, əlbəttə ki, daha yaxşı olardı ki, xəstə CD-nin ümumi analizindən bir yerdə CD əkilməsi versin. Amma əgər şikayətlər çox güclüdürsə, dözülməzdirsə, bu halda əlbəttə ki, CD-nin ümumi analizini verib, əkilməni verib, ondan sonra əkilmənin nəticəsini gözləmədən birbaşa müalicəyə başlamaq olar ki, simptomlar azalsın və xəstə özünü daha yaxşı hiss etsin. Xronik sistitlərdə burada yanaşma çox fərqlidir. Çünki bu xəstələrdə şikayətlər ola bilər, əkilmədə heç nə olmaya bilər, heç bir bakteriya. Ona görə burada biraz tam dərin və ciddi yanaşma lazımdır. Əgər sizin ilk növbədə imkanınız varsa da uroloqa getmək, əlbəttə ki, uroloqa daha məsləhətlidir ilk növbədə. Əgər belə bir imkan yoxdursa, vaxt yoxdursa, həkim qəbul etmirsə, həmin zamanı əlbəttə ki, ginekoloqa getsəniz, bu da daha yaxşıdır, nəinki heç kimin yanına getməmək. Amma son olaraq sistitin müalicəsini uroloq yazsa daha yaxşı olar. Belə bir cavabdan sonra sual gələ bilər ki, niyə bəs belə olmalıdır? Birincisi, ümumi götürsək, ixtisas üzrə ginekoloqlar sidik yollarından məşğul olmurlar. Bu bir. İkincisi, bəzən sidik yollarında elə bir xəstəliklər var ki, tutalım sidik daş xəstəliyi. Daş sidik axarına düşəndə sistitin simptomlarını verir. Yəni xəstə elə bilir ki, bunda sistitdir. Bu nüansları ginekoloq, həkim çox vaxtı heç bilmir, bilməli də deyil. Çünki bu bunun ixtisası deyil. Ginekoloq şübhələnə bilər ki, sizdə sistitdir, amma sizdə daş ola bilər və bir müddət sizi müalicə edə bilər. Bu nüansların hamısını biləndən sonra əlbəttə ki, uroloqa daha məsləhətlidir getmək. Çünki yenə də dediyim kimi, sidik yollarında bir neçə xəstəliklər var ki, hansı ki bir-birinin simptomlarını imitasiya edir. Yəni ki, daş xəstəliyi sistitin simptomlarını verə bilər, sidik kisəsində olan törəmələr, bunlar da sistitin şikayətlərini verə bilər. Yəni, cürbəcür variantlar var. Sistitin diaqnozunu tamamilə qoymaq bu uroloqun işidir. Bu demək deyil ki, ginekoloqlar nəsə bilmirlər, bacarmırlar. Yox. Faktiki olaraq bu orqanlar uroloqa aiddir və burada nə baş verirsə xüsusiyyətləri ilə bir yerdə, yəni ki, bunu uroloq bilir. Ona görə də ilk növbədə məsləhət görərdim ki, uroloqa gedəsiniz.